Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillahi əmmə bəd. Şeyx Abdurrazaq Əl-Bədir, həfizəhullah, xərçəng xəstəliyinə tutulan bir kəsin haqqında danışıraq, deyir ki, o insanın var-dövləti var idi və xəstəlikdən qurtulmaq üçün dünyanın bir çox xəstəxanalarına başvurmuşdur. Və xəstəliyinə çarə axtardığı son yer Yordaniyada bir həkimə rast gəlir. Və həkim ona deyir ki, məsləhət görürəm ki, pullarını ora bura getməyə boşuna xərcləmə. Məkkəyə get və həyatının qalan hissəsini orada keçir. Adam deyir ki, oradan çıxıb Məkkəyə yollandım. Allahın şəfasından başqa şəfa olmadığına və onun əş-şəfi, yəni şəfa verən olduğuna yəqin olaraq Məkkəyə yollandım. Allahın evinin yanında zəmzəm suyu içib Allaha dua edərək oturdum. İlk həftədə ağrılarım dayandı. İkinci həftədə yediyim yeməkləri geri qaytarmadım. Xəstəliyinə görə bətni yediyi yeməklər həzm edə bilmirdi. Bir aydan sonra qayıtdım özümü yoxlatmağa. Həkim dedi ki, sənin bağırsaqlarında heç bir problem yoxdur, uşaq bağırsağı kimidir. Hər bir müsəlman Uca Allah barəsində gözəl zənnə sahib olmalıdır. Uca Allah barədə gözəl zənn sadə bir söz deyil, qəlbi Allaha qarşı sidq və gözəl zənnlə dolduran bir əqidədir. Gözəl zənnin mənbəsi Uca Allahın adları və sifətləri barədə onun hər şeyə qadir və heç şeydən aciz olmaması, onun istədiyi bir şeyin ol deməklə olması və hər şeyin onun rəhməti, elmi, fəziləti və mərhəməti ilə əhatə olunduğunu bilməyimizdir. İnsan da bu etiqad olarsa, onun səmərəsini görər. Və İbn Məsud radiyallahu anhu buyurur ki, ondan başqa haqq məbud olmayana and içirəm ki, mömin bir qula Uca Allah barədə gözəl zəndən daha xeyirli bir şey verilməmişdir.